Vəba həkimi maskası, cızırtılı bir səs, şifrəli simvollar və tək bir cümlə. Prezidenti öldü. Və bu hekayə bilindiyindən də qaranlıqdır. Çünki bu videoyu kimin çəkdiyi, hardan gəldiyi və həqiqətən nə anlattığını heç kim tam olaraq bilmir. Ta ki bugünə qədər. Onda indi siz kanala abunə olub videolar qatarkən mən də sizə 11BX1371 videosunun qaranlıq hekayəsini danışım. YouTube'un axtarış çubuğuna düzgün işarələri ardıcıl bir şəkildə yazsanız, bəzi boşluqlar sayəsində YouTube'a yüklənmiş olduqca qəribə və adamı narahat edən videolara qarşılaşarsınız. Bu videoların çoxu qorxu filmindən götürülmüş. Bu tərz şeylərə maraqlı olan insanları qorxutmaq üçün bu videolar Dark Web-dən gəlir yalanı ilə YouTube'a yüklənmiş videolardır. Amma bəziləri həqiqətən də sirri, qorxulu və arxasında hələ də açılmamış böyük bir sir daşıyan videolardır. YouTube'un ən qorxulu videosu qəribə səslər və effektlərlə dolu vəba həkimi maskası taxmış bir adamın kameraya doğru şifrəli hərəkətlər etdiyi 11BX1371 videosudur. Bir çoxunun bildiyi, bəzilərinin hələ də qorxduğu bir video insanlar qorxutmaq üçünmü var, yoxsa həqiqətən arxasında sir olan bir videodurmu? Həqiqətən bu qorxunc video nə məna verir və hardan çıxıb? Videoyu elə YouTube'da axtarmağı sınadığımda orijinal videodan uzaq və kopya videolar ilə qarşılaşmağım gözlədiyim bir şey idi. Bunun ardından mövzuyu Google-da axtarmağı sınadım. Amma yenə də mövzudan heç bir əlaqəsi olmayan bir çox şey ilə qarşılaşdım. Amma videonun içindəki bir hissəni screenshot edib Google Lens'ə axtardığımda həqiqətə çatdım. Bundan sonra qabağıma çıxan hər sayta tək-tək girməyə və hamısını analiz etməyə başladım. Ancaq girdiyim hər sayt mövzunu anlatmaq əvəzinə sadəcə bu videonun nə olduğunu və bu videonun arxasındakı adamı tapmaq istəyənlərdən danışırdı. Redditdə də vəziyyət eyni idi. Hamı videonun qorxunc olduğundan, atmosferindən və arxasında olan sirdən danışırdı. Və artıq bu qorxunc videonun hardan gəldiyini tapmağın vaxtı gəlmişdi. Əvvəlcə hər şey ucuz bir qorxu effekti kimi görünsə də, beyninizin bir türlü tanıya bilmədiyi bir obyekt, qulağı incitən xırıltılar və qəfil dəyişən al-qara kadrlar insanı həqiqətən narahat edir. Üstəlik, harda çəkildiyi belə bəlli deyil. Bu videonu bir izləyicimin təklifi ilə araşdırmağa başlayanda ilk növbədə onu diqqətlə izləyib içində bir məna olub-olmadığını yoxlamaq istədim. Sizə bu videonun insanı narahat etdiyini demişdim. Əgər videoya diqqətlə baxsanız, səhnənin meşənin ortasında xəstəxanaya oxşar tərk edilmiş bir binada çəkildiyini görəcəksiniz. Normalda sıxasıq dolu olmasını gözlədiyimiz bir yeri bomboş və tərk edilmiş şəkildə görmək psixoloji olaraq insanı təhlükədə hiss etdirir. Video həm al-qara, həm də tək bucaqda çəkildiyi üçün yerini tapmaq çətinləşir. Ona görə mən də sətr aralarındakı detalları tutmaq üçün videoyu dəfələrlə izlədim. İlk baxışda çəkildiyi yer xaricində diqqətimi çəkən bir şey yox idi. Nə var ki, videonu endirib yavaşlatanda videonun içində gizlədilmiş bir çox şeylə qarşılaşdım. Videoda subliminal mesajlar var idi. Sadəcə 1 dəqiqə 9 saniyə olan bu qısa videoda səs effektlərindən tutmuş hər saniyəsinə qədər detallarla dolu idi. Bunlardan ilki görüntünün sol tərəfində gizlədilmiş Morse kodu idi. Bu kodu görüntüdən yığıb tərcümə edəndə Red lips like tent, yəni çadır kimi qırmızı dodaqlar cümləsi ilə qarşılaşırıq. Tam da videonun özü kimi heç bir məna daşımayan bu cümləni videonun spesifik yerlərində çıxan hərflərlə birləşdirəndə bir məna qazanır. Yenə eyni şəkildə kadrda milisaniyə bir biçimdə görsənən hərfləri birləşdirəndə strike an arrow toward the head of eagle ifadəsilə qarşılaşırıq. Yəni qartalın qəlbinə bir ox sanc. Bura qədər bir məna əldə etmək hardasa imkansız idi. Ancaq videonun içində gizlədilmiş iki simvollu kodlar bir yerə yığılanda çox qəribə bir şeylə qarşılaşdım. Kodlar tam da Ağ evin koordinatlarını göstərirdi. İlk baxışda əlaqəsiz görsənən bu üç tapıntıyı yan-yana gətirəndə dəhşət verici bir reallıqla üzləşirik. Qartalın qəlbinə sancılan ox, Ağ ev və Red lips like tent. Necə ki canavar türklərin simvoludursa, qartal da Amerikanın simvoludur. Ölkənin idarəedici mərkəzi olan Ağ evdə hesaba alınanda, video Ağ evə ediləcək bir hücumun gizli bir mesajı kimi görsənir. Bu iddianı gücləndirən ən kritik sübut isə əlimizdəki son detaldır. Red lips like tent. İlk baxışda tamamilə mənasız gələn bu ifadə hərflərin yerini dəyişəndə dəhşət verici bir mənaya çevrilir. Kill the president, yəni prezidenti öldür. Bu da videonu Amerika prezidentinə Ağ evdə olunacaq bir sui-qəsdin xəbər videosu olduğunu hardasa dəqiqləşdirir. Ancaq bütün bunlar hələ başlanğıcdır. Bu video haqqında gözdən qaçan çox böyük bir detal daha var. Təkcə videonun onsuz da qorxunc olduğunu demişdim. Ancaq işin içinə səs də daxil ediləndə bu mövzu daha da qorxunclaşır. Videodakı o cızırtılı dip səs ilk başda adi bir səs kimi gəlsə də, diqqətlə dinləyəndə arxa fonda biz antivirusuq deyə təkrar edən bir səs eşidirik. İşin qorxunc tərəfi burada bitmir. Çünki bu tərz səslər spektroqramlarla şəklə çevriləndə işin əsli ortaya çıxır. Nitekim 11BX1371 videosunun səsində bu analiz proqramını yükləyəndə ses frekanslarına gizlədilmiş onlarla cəsəd şəkli ilə qarşılaşırıq. Həm biz antivirusuq, həm də qartalın qəlbinə sancılan ox. Bütün bunlar videonun Amerika prezidentinə ediləcək bir bioloji sui-qəsd mesajını verir. Bəs bu video niyə ortaya çıxıb? Hər nə qədər insanlar videonun Dark Web-dən gəldiyini desələr də, videonun qaynağı normal internetdir.
11BX 1371 videosuna dair internetdəki ilk izlər bizi 9 may 2015 tarixi Forçenin paranormal borduna aparır. Anonim bir istifadəçi bir gün parkda oturanda, skamyada tapdığı diskə taxıb baxanda qarşısına 11BX 1371 adlı bu video çıxır. İçindəki şifrələri görəndən sonra da bəlkə bir başqası bunların mənasını tapar deyə videonu Forçenin qucağına atır. Eyni gün ATBX adlı bir YouTube kanalı videonu 0 və 1-lərdən ibarət şifrəli bir adı yayınlayır. Videonun parkda tanımadığı bir qadın tərəfindən özünə maildən gəldiyini iddia edən ATBX-dən sonra üstünə Base64 kodu ilə 11BX 1371 yazılan bir DVD disklə Richt adında bir texnologiya saytına göndərilir və mövzu da tam da buradan sonra başlayır. İllərlə videonu əldən buraxmayan araşdırmacılar indi sizə danışdığım bütün bu detallara rast gəldilər. Başda hamı mənim kimi bunun bir zarafat, ARG və ya bir reklam kampaniyası olduğunu fikirləşirdi. Bütün bu iddiaları gücləndirən ən möhkəm sübut da o vaxtı çıxmalı olan Inferno filmi idi. Dan Brown adlı romandan çəkilmiş bu filmdə dəli bir alim vəba həkimi maskası taxaraq həddindən artıq çoxlanan insan əhalisi problemini özü həll etməyə çalışır və insanlığın sonunu gətirəcək ölümcül bir virus üzərində işləyir. Tam da 11BX 1371 videosundakı kimi. Ancaq bu real deyil, çünki bunun reklam filmi olması ehtimalı yox kimidir. Nə ATBX kanalının, nə də Fortune-dəki anonimin, nə də Giç saytının bu filmlə əlaqəsi yoxdur. Özü də 75 milyon dollar reklam büdcəsi olan filmi belə reklam eləmək biraz məntiqsizdir. Onda bəs əldə nə qaldı? Bütün bunlar səhvdirsə, həqiqətən bu video Amerika prezidentinə qarşı bir terror ola bilər? Cavab çox sadədir. Yox. İllərlə internetdə olan bu video məşhurlaşdıqca sahibsiz bir əfsanəyə çevrilir. Hamının videonun özünü çəkdiyi iddia etdiyi bir vaxtda səhnəyə Park Vic çıxır. Parker bu videonu şəxsi bir sənət layihəsi olaraq hazırlamışdı. Arxasına şifrəli izlər buraxdıqdan sonra onu internetdəki qorxu və sirr həvəskarlarının qarşısına atır. İş isə quyuya atılan daş kimi əldən çıxır. Layihə gözləmədiyi qədər məşhurlaşır. Başqaları bu videonu öz işi kimi görməyə başlayır. Bunun üzərinə Parker susmağı dayandırıb ortaya çıxır. Əvvəlcə maskanın necə hazırlandığını göstərən ikinci bir video paylaşır. Sonra da çəkiş yerindən canlı müsahibə verib hər şeyi sübut edir. Yəni qısacası, internetdə gördüyünüz hər şeyə inanmayın. Bu videoda bu qədər. Gələn videoya qədər özünüzə yaxşı baxın. Sağ olun.